Və bu qadın və kişinin müştərək tərəfləri var. Eyni zamanda fərqli tərəfləri var. Müştərək tərəflərdən başlayaq. Müştərək tərəflərdən biri xilqət və təbiət baxımından, yəni fizioloji baxımdan yox, xilqət və təbiət baxımından eynidir. Nə mənada? Yəni xilqət baxımından alçaq vəziyyətə deyil, aşağı vəziyyətə deyil qadın. Bəzi təhrif olunmuş dini kitablarda bir xanımı dəyərsiz bir varlıq olduğunu qeyd edirlər. Dəyərsiz bir mayadan yaradıldığı deyilir. Təhrif olmuş dini kitablara baxsaq, məsələn deyir, qadın kişinin məsələn qabırğasından yaranıb. Amma Qur'an-ı Kərim bu fikirlərin üzərindən bir xətt çəkir. Quran deyir, ya əyyuhən nas, ittəqu rabbəkumulləzi xalaqakum min nəfsin vahidə və xalaqa minhə zəvcəhə. Əsla belə deyil. Əsla belə deyil. Xilqət baxımından alçaq vəziyyətdə, aşağı vəziyyətdə deyil xanım. Bu mənada eynidirlər. Fizioloji quruluşdan söhbət getmir, bir daha deyirəm. Şərafət və ləyaqət baxımından xanım və kişi eynidir. İlahi məqamları qət etmək baxımından, qorb ilahi deyirlər də, hə? Allaha yaxınlaşmaq. İkisi də gedib yaxınlaşa bilər. Qadın və kişi gəlib o həddə Allaha yaxınlaşa bilərlər. Baruz nümunələri həyatda. Behişdə gedən yolda Allaha yaxınlaşmaqda qadın və kişi ikisi də gedib Allaha yaxınlaşa bilərlər. Qorb, Allahın övliyası ola bilərlər. Burada bir fərq yoxdur. O yolları insan iman və əməllə gedir, çatır. İman və əməl. Quran buyurur, mən əmələ salihən min zəkərinə unsab və huvə mümin fələnuhiyyənnəhu həyatan tayyibə. İstər qadın, istər kişi, fərq etməz. Salih əməlin yiyəsi olsuz və imanlı olsuz, sizə yeni bir həyat bəxş edərəm. Quran-ı Kərimin yanaşması çox mükəmməl, həqiqətən yanaşmadır. Quran qəhrəmanları yalnız kişilərlə məhdud eləmir. Görürsən, məsələn, Musadan danışır, Fironun yoldaşı Asiyadan danışır. Quranda Məryəm surəsi var. Xanım Məryəmlə bağlı. Məsələn, biraz dərinləşdirim. Əllamə Cavadi deyir, təslim təfsirində deyir. Deyir, zərəbəllahu məsələn lilləzinə amənu. Allah iman əhlinə nümunə olaraq bir şəxsi tanıtdırdı. Kimdir o? İmra'ətə Firon, Fironun xanımı Asiya. Demir xanım xanımlara ülgüdür. Deyir, xanım bir həddə çata bilər ki, bütün bəşəriyyət ülgü ola bilər. Bu Quran-ı Kərimin yanaşmasıdır. Lilləzinə amənu, iman əhli, istər kişi, istər qadın. Ona nümunə seçilə bilər bir qadın. Gör, hansı həddə gedib çata bilər. Gör, hansı həddə gedib çata bilər. Təəssüf olsun ki, bəzi xanımlar bu mənada o ilahi dəyərlərdən uzaq düşüb, Allahdan çox uzaq düşüb. Bəşəriyyətə nümunə seçilə bilərsən. Bir dəfə gəlmirsən həyata. İzah verəcəm necə. Təəssüf olsun, yanlış bir fikirlər də irəli sürülüb. Dünya ədəbiyyatında da öz izin qoyub. Məsələn, qadına belə təqdim ediblər ki, qadın, yəni hər bir şər və vəsvəsəyə yol açan bir məxluq. Yanlış bir fikirdir. Şər bir məxluq. Hətta bəzi yerlərdə baxdım, deyir, kiçik bir şeytan. Və izah edir, kişi zat və təbiət baxımından günahdan uzaq bir varlıqdır. Amma xanım deyir, yox, belə deyil. Yəni, kişini günaha dəvət edən qadındır. Hətta belə izah edir. Deyir, yanlış fikirlərdə bir neçə dəfə deyirəm ki, kesilib doğrulanda mən qalmayayım ortalarda. Yanlış fikirlərdir. Deyir, şeytan Həvvanı aldatdı, Həvva Adəmi aldatdı.
Yəni şeytan birbaşa insana, kişiyə hücum edə bilmir. Qadın sonra kişi. Hardasa bir yerdə mümkün ola bilər bir xanım kişini aldadar. Bunun əksi də mümkündür. Kişi xanımı aldadar. Amma mövzunu bu cürünə götürək ki, şeytan birbaşa qadını aldadır, sonra kişini qadın vasitəsilə, bu yanlışdır. Adəm hadisəsinə bir dənə baxın, Qurani Kərim bir başqa cür təqdim edir. Ayələrə baxın. Fəvəsvəsə ləhumə-şeytan. Şeytan deyir, ikisinə də vəsvəsə elədi. Fəvəsvəsə. Ora indi hansı məqamı idi, orada necə vəsvəsə baş tutdu. Bu Adəm Peyğəmbər haqqında mən bir mövzu danışmışam. Çünki Peyğəmbərlər məsumdular. İndi orada nə baş verdi, ora hansı məqamdır, insanşünaslıq mövzusuna danışmışam. Keçək o mövzuna. Fəvəsvəsə ləhumə-şeytan. Şeytan vəsvəsə elədi. Vəsvəsə nə edirlər? Əllamə Cavadi bir əsərlərin birində deyirdi ki, vəsvəsə yəni şuuraltı fikir ötürməkdir. Özün bir də gözün bir fikir ya. Sən həmsə səndən, amma səndən deyil. Altdan iş getir. Onu deyirlər vəsvəsə. İnsanlar deyir ha belə. Minəl cinnəti və nasdır. Görsən gəlir bir nəfərin haqqında sənə elə fikirlər formalaşdırır ki, elə bir pis fikri formalaşdırır ki, formalaşdırandan sonra, şəkkini atandan sonra, şübhəsini atandan sonra, suizəni yaradandan sonra, axırda bir kəlmə deyir ki, yox, elə də pis adam deyil ha. Yəni, məhkiləmədir. O da niyə deyir? Özün sabah söylürsün ki, Allah and olsun Allah'a, mən deyim, sən yaxşı adamsan. Onun bir də vəsvəsə. Altdan inəmək, şuur altı işdir. Yəni ki, mövzu bu deyil də. Fəvəsvəsə ləhumə-şeytan. Şeytan hər ikisinə vəsvəsə elədi. Fədəlləhumə bi qururin. İkisini də aldatdı, ikisini də. Və qaseməhuma. İkisinə də and içdi. Ayələrə baxın. İnni ləkuma ləminən nasihin. And içdi ki, mən sizə xeyirdən başqa bir şey verməyəcəm. İkisinə də and içi bax. Adəmə, Həvvaya and içdi ki, mən xeyirxaham. And olsun. Bir alim ustadın kitablarından birində oxudum. Maraqlı bir dənə ifadə deyir. Dedi, bu şeytan maraqlı məxluqdur. Adəmlə Həvvaya and içdi ki, niyyətim yaxşıdır. Amma aldatdı. Amma bizə nisbət and içib ki, sizi niyyəcəm, azdıracam. Bi izzətikə ləuğviyənnəhum əcməyin. And olsun sənin izzət və ya Rəbbəl aləm. Mən bunu aldıracam bəşəri. Deyir, orada and içdi ki, niyyətim yaxşıdır. Yaxşı ola niyyəti gühə, belə aldatdı. Bizə isə and içib ki, sizi niyyəcəm, azdıracam. Gör bizə niyyər. Xülasə, qadın şər mənbəyi deyil, bir yanlış fikirdir. Amma müştərək tərəflər olduğu kimi fərqli tərəflər də var. Xanımla kişi arasında fərqli tərəflər var. Amma incə bir məqam, mühüm bir məqam. Qadınla kişi arasında olan fərqliliklər qüsur və mükəmməllikdən qaynaqlanmır. Nə mənada? Yəni bu fərqlər bu mənada deyil ki, biri naqisdir, biri kamildir. Deyə bildiyim, İslamın ana sözü budur ya. Yəni bu sözün haqqında düşünməyə dəyər. Xanımla kişi arasında fərqlər mövcuddur. Amma bu fərqlilik nöqsan və kamala qayıtmır. Əsla. Yəni bu fərqlər var deyənə biri naqisdir, biri kamildir, xeyr. Nöqsan və kamala qayıtmır. Çünki hər ikisini yaradanda Allahımızdır əhsanul xaliqin. Nə qəşəng yaratmışam səni mən. Qadını yaradanda deməyib yalnız, kişini yaradanda deməyib yalnız. İnsanı yaradanda, bu insan ruhunu yaradanda. Deyim, nə gözəl yaratdım. Bu fərqliliklər bu mənada deyil, biri mənfəət götürəndir, biri məhrumdur. Əsla belə deyil. Fərqliliklər mövcuddur. Bu ana sözdür, çünki bunun üzərində quracağım mövzuları. Fərqliliklər mövcuddur. Kişi ilə qadın arasında fərq var. Amma maraqlı bir fərq. Müqəddəs dinimiz Qurani Kərim qadını insan kimi tanıtdırır, onun qadın olduğunu unutmur. Kişini insan kimi tanıtdırır, amma kişidir. Fərqli cəhətləri var. Qadın və kişi olmaqları ilə yanaşı, bəşər olmaqlarına yanaşı fərqli cəhətləri var. Quran qadının təbiətini, psixologiyasını, istedadlarını, potensiallarını nəzərə alır. Və dinimiz deyir,
Düzdür, dinimiz demir, bunu yəni araşdırmaçılar da deyir, düzdür. Qadınla kişinin fərqli keyfiyyətləri və özəllikləri var. Bunu unutmaq olmaz. Fərqlilik mövcuddur. Sən desən də, deməsən də fərq mövcuddur. Yəni kişi ilə qadın arasında fərqli tərəflər, fərqli cəhətlər var. Bir daha qeyd edirəm, bu fərqlər nöqsandan qaynaqlanır. Bu fərqlilik kamala hesablanıb. İkisinin biri digərini tamamlayır. Məsələn, necə tutaq ki, mən ağac oksigeni verir, karbonu qəbul edir. Ağacın yarpaqları vasitəsilə, düzdür. Mən də oksigen udub karbon qaytarıram. Ağac məndən qidalanır, mən ağacla qidalanıram. Bir digərimizi tamamlayırıq. Allah Quran-ı Kərimdə kişi ilə qadına zövc deyir. Zövc, yəni kişi sənin qadına ehtiyacın var, qadın sənin kişiyə ehtiyacın var. Fərqliliklər mövcuddur, amma kamala hesablanıb. Bu ilahi yolda, Allaha gedən yolda, kamal yolunda kamalla tərəf hərəkət eləmək üçün hesablanıb fərqliliklər. Qadın və kişi bəşər olmaq baxımından bərabərdir. Amma fərqli natura, psixologiya, fiziki baxımdan fərqlidir, psixologiya baxımından fərqlidir. Şəhid Murtuza Mütəhhirinin əsərlərinin birindən çıxarış edeyim. Fərqlərlə bağlı bir iki dənə fərq deyək. Deyirik axı fərqlidir. Şəhid Murtuza Mütəhhir bir əsərlərin birində deyirdi ki, kişinin təbiəti fərqlidir. Qadından fərqlidir. Nə mənada? Deyir, kişi istəyini bildirir, ehtiyacını bildirir. Sevən və təvəqqə edən tərəfdir. Qadın isə sevilən və arzu olunan tərəfdir. Allah elə də yaradıb. Ona görə elçi kişi gedir, da qadın getmir ki. Təsəvvür. İndi bəzi mən istisna ola bilər, ha. Bir yerdə oxumuşdum hansısa bir ölkələrin birində qadınlar elçi düşür kişiyə. O istisnadır da, hər yerdə nəsə istisna. Düzdür, əqli qanunlarda istisna yoxdur. Təsəvvürlə qadınlar yığışıb gəlib, oğlumuzu gördük, baş aşağıdır, maşallah həyaldır, qızımızı almaq istəyirik. Yəni bu necə səslənir? Qadın kişi gedir də qadına tərəf. Qadın kişiyə tərəf getmir. Bunda Allah maraqlı qurub da. Kişinin yox kəlməsi eşitməsi o qədər neynəməz onun. Belə sarsıltmaz. İndi kişi var, getdi, bütün həyatı çöndü. Nə oxuyacaq, nə yeyir, arıqlayıb bütün gün. Amma xanımı daha çox, onun xüsusiyyəti budur, onu daha çox təsir edə bilər. Ona görə kişidən bu tərəfə deyil, sən get ora. Şəhid qəşəng izah verib. Çox xoşuma gəldi. Kişi tərəf elçi düşür. Niyə? Çünki təbiətlər fərqlidir. Və sonra belə izah verdi, kişinin fiziki gücü qadının fiziki cəhətdən kişidən qüdrətlidir axı. Adətən belədir də, indi istisna işim yox. Kişi fiziki baxımdan qadından nədir? Güclüdür. Allah elə qurub ki, güclü gedir bu mənada ya. Fiziki baxımdan söhbət gedir. Ona deyir, sən get. O təkəbbür də neynir? Bu mənada sındırır. Yaradılışı belə yaradıb xilqət Allah. İçki aludəçi olmuş həyat yoldaşı ilə necə rəftar etməliyik? İçib problem yaradırsa evdə. Allah özü kömək olsun belə ailələrə. Mən deyəndə belə sözlər üçün çox narahat oluram həqiqətən. Bəlkə də onun islahatı sizin səbrinizə bağlıdır. Bəlkə də onun insanların da hidayət eləmək Allahın lütfü ilə də hidayət düzdür zatən Allaha məxsusdur. Amma Allahın izni ilə insan da o hidayət məcrası ola bilər, hidayət eləyə bilər insanları. Əhdikum səbilər rəşad Quranda ayə var ya, məsələn, Allah Teala deyir ki, min qovmi Musa, Musanın qövmündən bir ümmət qərar vermişik ki, onlar yəhduna insanları hidayət edirlər və yaxud və cealnahum əimmətən yəhduna bi əmrinə, imamlar qərar vermişəm ki, insanlara hidayət edirlər. Düzdür, zatən Allaha məxsusdur. Elə bir dənə misal çəkimdə, elə bir evdə tutaq ki, 2 dənə lampa var, 2 dənə işıq saçır. Bunlar müstəqil, biri o yanda saçır işığı, biri bu yanda işıq saçır, düzdür? Bunlar ayrı-ayrıdır. Bir də nəzərə alaq, bir dənə evdə bir dənə lampa var, işıq saçır, qabağına güzgü qoyulub, lampadakı işıq vurur güzgüyə, həm güzgüdə işıq görsənir, həm lampadan işıq görsənir. Burada 2 dənə işıq yoxdur, bir dənə işıq var. Güzgü nədir?
vasitə rolunu oynayır. Bayaq ki, misalda ikisi müstəqil işıq idi. Burada amma bir dənə müstəqil işıq var. Bunun işığı o birisindəndir. Biz də bu mənada Allah hadidir, hidayət eləyən Allahdır. Amma biz güzgü ola bilərik. Hədisdə var, əl-mümin, mir'atul mümin, mömin möminin güzgüsüdür. Hə, bir mənası da deyirlər ki, Allahın adlarından biri əl-mümindir. Biz əgər iman əhli olsaq, o Allahın yer üzündə güzgüsü olsaq, biz də o nur saça bilərik insanlara. Nur ola bilərik insanlara. Nur göstərə, yolu aça bilərik insanlara. Bu mənada ola bilər ki, onun hidayəti sənə bağlıdır, xanım. Və eyni zamanda da sən ona səbr eləməklə yüksəlirsən, ucalırsan, qalxırsan, Allahın yollar açır sənə, bilmirsən Allah sənə hansı neymətləri verir. Allah səbr inayət eləsin. Hacı, o imtahanıdır da, o da bir, hər kəsin bir imtahanı var, o da xanım üçün imtahan ola bilər də, yəni belə, bu cür də Xanım üçün, bəli, böyük imtahandır. Əslində, xanımlar biraz çətinlik çəkir bu mövzularda. Mən bu suallar gəlib dəfələrlə, həm kişilərdən belə sual gəlib ki, qadınlar, məsələn, tutaq ki, filan mövzuda yorur, həm xanımlardan gəlib belə suallar bu yöndə. Və həqiqətən, Allahın ürəyi ağrır. Allah sizə böyük səbr inayət eləsin, güc inayət eləsin, inşallah. Və bu sözü də demək həmişə heç məsləhət deyil, amma bəzən olur da çıxılmaz bir vəziyyət, istisna hallar yaranır, çox problem yaradır. Məsələn, saçından tutub sürüyür, evi dağıdır, həmişə bunu artıq dərəcədə əziyyət edirsə, da bu halda təbii ki, Allah bir yol qoyub da, bu məsələn boşanma yolu, düzdür, yenə deyirəm də buna ən son həddə, ən son anda əl atmaq olar. Amma da insandır da, bu insan cəhənnəmə dönübsə, günü güzaranı neynəməlidir hacır yəni. İndi onun qohum əqrəbası deyər, yox, nə qədər əziyyət olsa da boşanmamalısan, bu da çıxış yoludur. Orada da indi məsələn, belə məsələnin bir tərəfinə kişinin haqqı, talaq gəlir, kişiyə düşür, gəlir bir tər ondan talaq istənilsində, bu da biraz çətinləşir, amma Allah yenə də özü kömək eləsin.